Əvvəla yanaşmalardan biri ondan ibarətdir ki, bu gün Tramp ulusalçı bir güc olaraq küresəlçilərin zəifləməsini istəyir. Burada onun qarşısında duran Avropa və Çindir. Əslində Avropa İttifaqı və Çin, o cümlədən Ukrayna küresəlçilərin nəzarət elədiyi coğrafiyadır və onlarla Trampın savaşı var. Ona görə də maraqlı deyil. Əksinə, bir ulusalçı güc olaraq Rusiya bu gün onun təbii müttəfiqidir. O Rusiya ilə birləşib, əslində Avropa və Çinlə mübarizə aparır və ekspertlər hesab edirlər ki, bu məsələdə əslində qarşı güc daha güclüdür. Yəni Avropa İttifaqı və Çin enində sonunda bu ulusalçı gücü məğlub edəcək və sonuçda Rusiya məğlub olacaq. Bu bir yanaşma budur. İkinci yanaşma odur ki, Trump doğrudan istəyir ki, Rusiyanı öz yanına çəksin. Ona görə də Rusiyanı incitmədən Çindən onu aralamaq üçün hərbi ritorikaya çox üstünlük vermir, çalışır anlaşsın, uclaşsın, diplomatiyadan daha çox istifadə eləsin və s. Və ümumiyyətlə Amerika hətta strateqlərinin, o cümlədən bu günlərdə onu Rubio da qeyd edib, belə bir qənaəti var ki, bu savaşın hərbi həlli yoxdur. Mütləq o danışıqlar arxasında, stol arxasında olmalıdır. Ona görə də Trump düşünür ki, biz enində sonunda masa arxasında olacağıq, Rusiya ilə münasibətlərimizi korlamayaq. Çalışaq indi bir təhər zaman verək, pauza eləyək, nətər eləyək, bunu məsələni çözək, həll edək. Burada başqa bir yanaşma var. Ümumiyyətlə düşünülür ki, bu savaşı dayandırmağın iki yolu var. Yollardan biri Ukraynanın işğalıdır, Ukraynanın təslim olmasıdır. Yollardan ikincisi Ukraynanı o qədər gücləndirməkdir ki, Rusiya istədiyinə nail ola bilməsin və Rusiya bu işğaldan imtina etsin. Trump isə bu məsələlərdə hələlik, dediyim kimi, hesab edir ki, hələ Rusiya ilə danışıb onu dayandırmaq olar, Putini inandırmaq olar. Amma məncə hər görüşdən sonra Trump daha ciddi şəkildə anlamağa başlayır ki, bu hətta Putinin istədiyi deyil. Hətta bu Rus dövlətinin, Rus dərin dövlətinin strategiyasıdır, ölüm-qalım savaşıdır. Biz o barədə dəfələrlə danışmışıq. Dugin deyir ki, biz 200 milyon əhalisi olan bir dövlət olmasaq, yeni dünya düzənində olmayacağıq. Yəni Putin və onun komandası siyasi texnoloqlar hesab edirlər ki, Ukrayna nəyin bahasına olsun işğal olunmalıdır. Əgər Ukrayna Rusiyanın yanında olmayacaqsa, Belarus onun yanında olmayacaqsa, ümumiyyətlə keçmiş Sovet əraziləri yenidən Rusiyanın de jure ərazisinə çevrilməyəcəksə, Rusiya yeni dünya düzənində var olmayacaqdır. Rusiya bu baş verən yeni toqquşmalar, savaşlar, ya yeni bir belə dünya düzənində hakim idarə edən qüvvələrdən, güclərdən biri olmayacaq. Ona görə də o nəyin bahasına olursun, ya savaşıb uğur qazanmalı, ərazisini genişləndirməlidir, ya da belə deyək, indiki status quo-su ilə razılaşacaq. Bu halda da Rusiyaya qarşı davamlı həmlələr olacaq. Yeri gəlmişkən onlar hətta bunu da düşünürlər ki, bu savaş əks qüvvələrin və yaxud da küresəlçilərin Rusiyanın içərisindəki fəaliyyətini də önləyir. Onlar hesab edirlər ki, sülh olacaqsa yenidən Rusiyanın içində işləyəcəklər, yenidən Rusiyada o milli azlıqlarla, çoxluqlarla iş aparacaqlar və Rusiyanı parçalamağa çalışacaqlar. Amma indiki hərbi müstəvi, hərbi vəziyyət buna imkan vermir. Və yaxud da Rusiya hakimiyyətinin bugün hüdudsuz imkanları var ki, ölkə daxilindəki hər hansı bir hərçmərçiliyə, təxribata, belə deyək də, o son sərtliklə cavab versin. Yəni Rusiya dövlətinin, dövlətçiliyinin və yaxud da Rusiya imperiyasının qorunmasının, qalmasının açarı kimi Ukraynanı içinə qatmaq və yaxud da bu savaşı davam etdirməkdə görürlər. İndi o da var, bəzən deyirlər ki, Rusiyanın resursları qutarır. Amma deyirlər ki, bu təcrübəli, deyək ki, konkret Putinlə söhbət gedir. Deyirlər, o çox xüsusi xidmət orqanlarının uzun illər çalışıb, təcrübəli bir KGB-şnikdir filandır. O bilir ki, burada blef fayda verə bilər. Yəni, o son anına qədər özünü güclü göstərir. Və ümid edir ki, artıq qarşı tərəf pəs eləyəcək, yəni məğlub olacaq. Düşünəcəklər ki, yox da biz buna qalib gələ bilmirik. Yox, bunun pulu qutarmır. Yox, görürsünüz, bunun resursları hədsizdir, hüdudsuzdur. Amma əslində hesab edirlər ki, belə deyil. Rusiyanın potensialı və resursları tükənir. Çini və Rusiyanı strateji müttəfiq hesab eləmirlər. Bunlar taktiki müttəfiqlərdirlər. İndiki situativ olaraq bir yerdədirlər. Dediyim kimi, bunların qənaətinə görə bu gün Trump daha çox küresəlçiləri çalışır ki, aradan qaldırsın, zəiflətsin və Ukraynada əslində küresəlçiləri birləşdirən bir cəbhədir. O hesab edir ki, bu cəbhədə küresəlçilər məğlub olarsa, Rusiya qalib gələrsə, o halda sonradan Avropa İttifaqında dağıtmaq, oradakı küresəlçiləri də zəiflətmək, məğlub etmək, ümumiyyətlə Avropada millətçilərin yenidən hakimiyyətə gəlməsinə nail olmaq və bütövlükdə Amerikanın da gələcəkdə, yəni ciddi rəqibləri kimi küresəlçilərdən xilas olmasına nail olmaq olar.